Hər vaxtınız xeyirli olsun. Hər birini salamlayıram. Bugün sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzinin 2025-ci il üçün çap etdiyi fizika test toplusundan sürtünmə qüvvəsinə dair bir məsələnin izahına baxırıq. Vaxt itirmədən başlayaq. Şərtdə deyir ki, cisim üfüqi səthi üzərində 20 Newtonluq qüvvənin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edir. Şəkil 1. Yəni söhbət bu şəkildə gedir. Hansı qüvvənin təsiri ilə cisim 2 metr/saniyə kvadrat təcillə düzxətli bərabər yeniləşən hərəkət edər? Dəyərli dostlar, gəlin məsələni bir daha yavaş-yavaş oxuyaq və başa düşməyə çalışaq. Deyir ki, cisim üfüqi səthi üzərində 20 Newtonluq qüvvənin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edir. Yəni söhbət buradan gedir. Fikir verin dəyərli dostlar, bizdə dartı qüvvəsinə qədərdir cismə təsir edən 20 Newton. 20 Newton cismə dartı qüvvəsi təsir göstərir. Cisim necə hərəkət edir? Düzxətli bərabər sürətlə hərəkət. Əgər cisim düzxətli bərabər sürətlə hərəkət edirsə, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olur. Deməli, cismə təsir edən F sürtünmə nəyə bərabərdir? 20 Newtona bərabərdir. Məsələni bax, bura qədər həll elədik. Burada artıq bizim işimiz bitdi. İndi keçək təzədən məsələnin digər hissəsinə. Hansı qüvvənin təsiri ilə artıq bizdən bu qüvvəni istəyir? Bu cisim, həmin cisimdir. Bu təcillə bərabər yeyinləşən hərəkət edir. Necə hərəkət edir? Bərabər yeyinləşən hərəkət. Burada bir məsələ var. Dəyərli dostlar, burada bərabər yeyinləşən hərəkətin üzərindən bilərək xətt çəkdim. Bərabər yeyinləşən hərəkətdən danışırsaq, belə çıxır ki, cismi hərəkətləri gətirməyə çalışan dartı qüvvəsi, onu saxlamağa çalışan sürtmə qüvvəsini üstəlir, yəni ondan böyükdür. Və bunun nəticəsində zaten bərabər yeyinləşən hərəkət gerçəkləşir. Deməli, F dartı böyük olmalıdır F sürtünmədən. İndi deyir, bu qüvvəni tapmaq lazımdır. Bu qüvvəni necə tapa bilərik? Təbii ki, sistem həmin sistemdir. Cisim səth dəyişmədiyindən sürtmə qüvvəsini deyir ki, sabit qəbul elə. Burada 20 Newtonsa, burada da 20 Newtondur. Mən burada görürəm ki, cismə 2 dənə qüvvə təsir edir. Kütlə var, təcil var. Əvəzləyici qüvvəni tapmağa nə var ki? MA bərabərdir. İndi fikirləşək ki, F dartı çıx F sürtünmə, yoxsa sürtünmə çıx dartı? Yoxsa kör-köra nə yazmalıyıq? Yox, bir daha qeyd edirəm. Necə hərəkətli bərabər yeniləşən? Yəni, dartı qüvvəsi sürtünmədən böyükdür. Əvəzləyici qüvvəni tapmaq istəyirsənsə, böyük qüvvədən kiçik çıxarsan. Yəni, F dartı çıxılmış F sürtünmə. İndi bundan sonra məsələn həll eləmək nə var ki? M 5-dir, təcilimiz 2 verirdir. F dartını bildirəm, F yazıram. Sürtünmə qüvvəsi də 20 Newtondur. Buradan da F bərabər olur 30 Newtona. Baxın, belə dəyərli dostlar. Sağ olun, sağ olun.